Şeyx bəziləri deyir ki, əsl Kəbə Məkkədə yox, Petra adlanan bir şəhər var orada və sonradan dəyişilib indiki Məkkə arasına gəlib. Bəzilər kim deyir ki, yəni alimdir, kimsə hardasa yazılıb. Bunlar hamısı başlayıb boş-boş söhbətlərdir. Ola bilər hansısa bir xaçpərəstdir, ya müsəlman olmayan şəxsdir. İndi özünüz bilirsiniz, YouTube-dur, cürbəcür şəbəkələrdir, orada məşhur olmaq üçün, like yığmaq üçün, xal yığmaq üçün biri nəsə söz atır. Görürsən ki, müəyyən adamlar ona fikir verir. Və ya məsələn, həmçinin də bu bir həmlədir İslama qarşı, müsəlmanlara qarşı. İstəyirlər Məkkəyə şübhə atsınlar, Məkkəyə şəhərinə, Kəbəyə. Bəziləri Qurana şübhə atırlar, bəziləri Peyğəmbəri qəbul eləmirlər, bəziləri özlərini Peyğəmbər elan edirlər. Bunlar hamısı müəyyən tərəflərdir. Yəni, müsəlman cəmiyyətində çaşqınlığa salmaq üçün müsəlmanları.